proqramını Türk Hava Yolları təqdim edir. Salam hörmətli tamaşaçılar. Uzun əsrlər boyu Avropalılar bu adanı Formosa deyə çağırıblar. Portuqaliya dilindən tərcümədə Formosa gözəl, əla deməkdir. Hərçənd ki, indi buranın adı Tayvandır, amma bu ada öz köhnə adını doğruldur. Beləliklə turne Tayvan adasındadır. Turnenin bu dəfə yolu Cənub-Şərqi Asiyadan, uzaq Tayvan adasından düşdü. Avropalılar bu adanı Formosa deyə çağırıblar. Bu adada Çin İmperator Sarayının ölməz sənət əsərləri görünür. Taypey şəhərindəki gözəlliyi ilə fərqlənən 101 mərtəbəli göydələn. Adama elə gəlir ki, o sənin üstüvə gələcək. Zərgərlərin belə həsəd apara biləcəyi, ənənəvi Çin pelmenlərini buxarda bişirən Tayvanlı aşpazlar. Bu tərəzin üstündə hər bir qoyduğu pelmenin hər biri 21 qramdır. Və gecə-gündüz işləyən kitab dükanları. Mir Səmədin turnesində. Tayvan adası Çinin materik hissəsindən 150 kilometr aralıda, Sakit Okeanda, Yaponiya ilə Filippin arasında yerləşib. Ərazisi 36 min kvadrat kilometr, əhalisinin sayı isə 23 milyondan çoxdur. Adanın mərkəzi və ən böyük şəhəri Taybeydir. Uzun əsrlər boyunca Çin imperiyasının tərkibinə daxil olan Tayvan 16-cı əsrin sonundan başlayaraq xarici qəsbkarların hücumlarına məruz qalıb. 1590-cı ildə Portuqallılar adanı işğal ediblər və buranı Formosa adlandırıblar. 1624-cü ildən isə adaya Hollandlar soxulur. Daha sonra İspanlar bu əraziyə göz qoyur. 1652-ci ildə Holland müstəmləkəçilərə qarşı yerli Çinlilərin böyük üsyanı başlayır və işğalçılar adadan qovulur. Tayvan yenə də Çinin tərkibinə qayıdır. 1895-ci ildən 1945-ci ilə qədərsə Tayvan Yaponiya imperiyasının tərkibində olur. Adanın sonraki taleyini Çində 20-ci əsrdə baş verən əsas siyasi hadisələr müəyyən edib. 20-ci əsrin əvvəllərində Respublika dövlət quruluşuna keçən Çində iki böyük siyasi qüvvə, Kuomintang və Kommunist partiyaları uzun müddət davam edən münaqişə aparırdılar. Chiang Kai-shi və Mao Tse-tung, əbədi düşmənlər. Hərçənd ki, 1937-ci ildən militarist Yaponiya Çini işğal etməyə başladıqdan sonra bu iki böyük qüvvə arasında barışıq əldə olunur və tərəflər işğalçılara qarşı birgə mübarizə aparmaq barədə razılığa da gəlirlər. Lakin 2-ci Dünya müharibəsinin başa çatmasından sonra münaqişə yeni fazasına qədəm qoyur. Bu dəfə Vətəndaş müharibəsinə. 1946-cı ildən 50-ci ilədək ölkə ərazisində qanlı müharibələrdə milyonadək insan həlak olur. SSR-in köməyi ilə kommunistlər üstünlük qazanıb ölkə ərazisinin böyük hissəsini ələ keçirirlər. Kuomintang partiyası isə məğlub olub ölkədən Tayvana qaçır. Chiang Kai-shi 1949-cu ildən 75-ci ilə qədər Tayvanın rəhbəri olur. Kuomintang partiyası indiyədək Tayvanın hakim partiyasıdır. Chiang Kai-shi ümid edirdi ki, qüvvələri səfərbər edib yenidən Çinə qayıdacaq və hakimiyyəti ələ alacaq. Lakin bu baş vermədi. 1949-cu ildə kommunistlər Çin Xalq Respublikasının yaradılmasını elan etdilər. Beləliklə Chiang Kai-shinin Tayvandan qaçması adanın indiyədək həll olunmamış mübahisəli statusunun yaranması ilə nəticələndi. Chiang Kai-shi 20-ci əsr Çin tarixinin ən mühüm fiqurlarından biridir. 1949-cu ildə o Çində kommunistlərə məğlub olandan sonra öz 2 milyonluq yaxın ətrafı ilə Çindən Tayvana köçdü. Bu yaxın ətrafa həm qoşunlar, həm qaçqınlar, onun yaxın insanları daxil idi. Və burada öz hakimiyyətini qurdu. 1975-ci ildə Chiang Kai-shi vəfat etdi və indi hal-hazırda Taypeydə onun xatirə kompleksi, memorialı var. Əksər turistlərin Tayvanla tanışlığı da Chiang Kai-shinin Taypey şəhərindəki mavzoleyindən başlayır. Neçə illərdir ki, burada hər saatdan bir fəxri qaravul dəstəsi dəyişir. Bu mərasim çoxsaylı turistlərin böyük marağına səbəb olur.
Çankayşı şəxsiyyətinə münasibət birmənalı deyil. Bu diktator keçən əsrin 20-ci illərində öz ideya düşmənlərinə, kommunistlərə qarşı ağla gəlməz şiddət nümayiş etdirib. Milyonlarla insan bu münaqişənin qurbanı olub. Digər tərəfdən Yaponiya Çini işğal edəndə yorulmadan düşmənə qarşı mübarizə aparan da elə generalissimus Çankayşı olub. Onun bu xidmətlərini hətta müasir Çində də etiraf edirlər. Uzun müddət Çankayşı Çində milli düşmən elan olunmasına baxmayaraq, ən çox onun xatirə kompleksinə, memoriala gələnlər də elə indi Çinlilərdir. Gördüyünüz kimi buradakı olan bu əhalinin əksəriyyəti Çindən gəlmiş turistlərdir. Keçən əsrin 50-ci illərində Çin Xalq Respublikası ilə Tayvanın qarşıdurması hətta bir neçə dəfə silahlı münaqişəyə də gətirib çıxardı. Təsadüfi deyil ki, 1949-cu ildən 1987-ci ilə qədər adada hərbi vəziyyət hökm sürüb. Formal olaraq Çin Xalq Respublikası Tayvanı öz əyalətlərindən biri hesab edir. Tayvanın əksər dünya dövlətləri ilə diplomatik münasibətləri yoxdur. Amma Tayvanlılar bundan o qədər də narahat olmurlar və status quo ilə yaşamağa razıdırlar. Faktiki olaraq bu ada regionda iqtisadi və hərbi güc mərkəzlərindən biridir. 40 il davam edən münaqişə başa çatır, 90-cı illərdən başlayaraq Çinlə Tayvanın münasibətlərində yeni mərhələ başlayır. Eyni dildə danışan, eyni xalqın nümayəndələri bir-birinə yaxınlaşmağa, əməkdaşlıq etməyə başlayırlar. İndi materikdəki Çinlə Tayvan arasında birbaşa hava xətti açılıb. Dənizdə gəmilər işləyir. Tayvana çoxlu sayda Çinli turistlər gəlməyə başlayıb. Tayvan iş adamları Çinə böyük sərmayələr qoyurlar. Bir çox zavodlar, fabriklər Tayvandan Çinə köçürülüb. Çin tələbələri burada universitetlərdə oxuyurlar. Hər iki tərəfin nümayəndələrinin iştirakı ilə bağlanan nigahların sayı artıb. Hər həftə Çindən Tayvan adasına 800-dən çox təyyarə reysləri turistləri gətirir. Hər il Tayvanı 4 milyondan çox Çinli turist ziyarət edir və onların sayı daha da arta bilərdi. Sadəcə Tayvan hotelləri, Tayvan turizm infrastrukturu bu qədər böyük axının qarşısında artıq tab gətirə bilmir. Hətta Tayvan boğazı altından Çini Tayvanla birləşdirəcək yüksək sürətli dəmir yol xəttinin tikintisi layihəsi də nəzərdən keçirilir. Çinli turistlərə yaxınlaşıb Tayvan-Çin münasibətləri barədə sual vermək istədik. Amma Çinlilər siyasi söhbətlərdən qaçırlar. Hello, are you Siz from China? Çindənsiz? China? Bəli. Ha. Как вы себя чувствуете? Burada özünüzü necə hiss edirsiniz? 电视队啊，想采访一下，看你们到台湾来玩的怎么样？高兴。 Əla, çox şadıq burada olmağımıza. Da. Вообще в Tayvan İndi Çinlə Tayvanın münasibətləri yaxşıdır, dostdular. Münasibətlər normaldır. 大陆两边是朋友吗？ Hə, problem yoxdur. Və digər sualları gözləmədən çıxıb getdilər. Tayvanda elə qüvvələr var ki, adanın Çinlə birləşdirilməsi tərəfdarıdırlar və açıq surətdə bu fikri təbliğ edirlər. Məsələn, Taypeyin mərkəzində siyasi aksiya keçirirlər və heç kəs onları buna görə təqib etmir. Təbii ki, bu aksiya yaxınlıqdan keçən Çinli turistlərin marağına səbəb olur. Bəziləri hətta öz rəğbətlərini də gizlətmir.
Əsas odur ki, tərəflər Tayvanın statusunun danışıqlar yolu ilə həll edilməsinə alternativin olmadığını bəyan ediblər. Hər iki hökumətdə siyasi-iqtisadi münasibətləri tənzimləyən hökumət strukturları yaranıb. Hər iki tərəf bəyan edir ki, bir Çin var və o bölünməzdir. Azərbaycan da əksər dövlətlər kimi Tayvanı tanımır. Onu Çin Xalq Respublikasının ərazisi hesab edir. Lakin bu, mədəni, iqtisadi əlaqələrin qarşısını almamalıdır. Çünki Çinin özü Tayvanla bütün sahələrdə münasibətlərini inkişaf etdirir. Bizim Tayvanda olduğumuz günlərdə Taypey şəhərində beynəlxalq poçt sərgisi keçirilirdi və Azərbaycan da orada təmsil olunurdu. Hələ 10 il bundan öncə burada beynəlxalq sərgi keçirildi, Aziya sərgisi, beynəlxalq sərgisi keçirildi. O vaxt biz hazırlaşanda bir neçə çətinliklərlə rastlaşdıq ki, burada həm viza məsələsi var idi, həm uzaqlıq var idi. İndi ikinci dəfə hər bir 10 ildən bir ildə sərgi. İkinci dəfə eləyəndə bir qərara gəldik ki, bu Aziya dövlətini biz mütləq təmsil olunmalıyıq. Birincisi, mən indi burada biz 5 gündür burada Azərbaycanı burada çox az tanıyırlar. Fəxr edirəm ki, Azərbaycan bayrağını burada qaldırıb bizim ölkəmizi təmsil edir. Çox vacib bir şeydir ki, insanlar özünüz gördüyünüz kimi maraqlanır, haradadır Azərbaycan, nədir Azərbaycan? Marka vasitəsilə bunu tapdırmaq daha da rahatdır. Nəinki elə şifahi söhbətlər. Bu əsas məqsədlərdən biri. Həm də burada Azərbaycanın həqiqətlərinin tanıdılması baxımından da hər bir markada biraz Azərbaycançılıq, təbii ki, biz burada çox söhbətlər eləmişik. Bizim həm nəinki rəsmi görüşlərimiz, qeyri-rəsmi görüşlərimiz burada yerli xarici İşlər Nazirliyinin nümayəndələri gəlib bizdən maraqlı mübahisələr, müsahibələr aparırdı, danışırdıq, söhbət edirdik, bizim öz çətinliklər və hətta bu yaxınlarda bu qondarma Ermənistan genosidindən barəsində biz burada xüsusi bir xarici bir məlumat verdik. Bu məlumat çox vacib bir məlumatlardan oldu. Mənə elə gəlir. Onun üçün də mənə gəlir ki, çox vacib bir şey ki, özümüzü tanıtdıraq, görsədək. Yerli universitetlərdən birində müəlliməm, professoram. Tarix elmi üzrə. Siz Azərbaycanı tanıyırsınız? Azərbaycanı da tanıyıram. Bundan başqa Gürcüstan və Ermənistan da var. Cənubi Qafqaz regionu uzun ömürlülər diyarıdır sizin ölkəniz. Hə, var elə bir şey. Və bizim markalarla maraqlanırsınız. Bəli, xüsusilə tarixlə bağlı olanlarla. Məsələn, 2-ci Dünya müharibəsi barədə olan markaları. Çünki biz orduda xidmət etmişik. Tayvanın mərkəzi şəhəri Taypeydə turistlərin ən çox ziyarət etdiyi yer İmperator Sarayı muzeyidir. Əslində bu adada heç vaxt nə imperator olub, nə də onun sarayı. Bu muzeyin eksponatları Çinin materik hissəsindən gəlmədir. 20-ci əsr Çin tarixindəki vətəndaş müharibəsindən sonra bu əsərlər Çinlilərin Tayvana daşınıb. İmperator Sarayı muzeyinin məhz bu dağlar arasında, bu yerdə yerləşməsi də təsadüfi deyil. 49-cu ildə bu incəsənət nümunələri Tayvana gətiriləndə onları uzun müddət dağların arasında, içində yaradılmış tunellərdə, xüsusi gizli saxlanc yerlərində gizlətmişdilər. Yalnız 65-ci ildə burada muzey yaradılması qərarı alındı və ölməz bu sənət əsərləri, gözəl sənət nümunələri bütün insanlara nümayiş etdirilməyə başladı. Bu muzey ziyarətçilərin sayına görə dünyada 7-ci sırada dayanıb. Keçən il bu muzeyi
5 milyon 400 min nəfər ziyarət edib. Buradakı əsərlər Çin sivilizasiyasının 8000 illik tarixi boyunca Neolit dövründən Sin sülaləsinin devrilməsinədək olan dövrü əhatə edir. Muzeyin eksponatlarının sayı 700 minə qədərdir. Onların əksəriyyəti İmperator sarayındakı kolleksiyaya daxil edib. Muzeyin zallarında ən yaxşı nümunələr nümayiş etdirilir. Amma kolleksiya o qədər genişdir ki, ekspozisiyanın digər nümunələri saxlanc yerində qorunur. Bu muzeydə Çinlilərin əsrlər boyu yaratdığı incəsənət əsərləri yer alır. Təsəvvür edin, uzun əsrlər boyu Çin İmperator sarayında gözəl olan mədəniyyət nümunələri, incəsənət əsərləri daha sonra bu muzeyə gətirilib və İmperator Sarayı Muzeyi adı altında indi nümayiş etdirilir bu əsərlər və təbii ki, bura ən çox gələnlər də elə Çinlilərdir. Bu əsərlər ilk dəfə adi insanlara 1925-ci ildə Pekində qadağan olunmuş şəhərin ərazisində göstərilməyə başlayıb. Bu ölməz mədəniyyət nümunələri Çinə, əsas torpağa qaytarılacaqmı? İndi bunu çətindir demək. Çünki hər şey Çinlə Tayvanın gələcək münasibətlərindən asılı olacaq. İmperator Sarayı Muzeyi Tayvan administrasiyasının daimi diqqəti və nəzarəti altındadır. Muzeyin direktoru Tayvan hökumətinin üzvü sayılır və birbaşa adanın baş nazirinə tabedir. Bu muzey Çin xalqının əsrlər boyu yaratdığı ən gözəl incəsənət əsərlərinin toplandığı bir yerdir. Bu əsərlərin əksəriyyətini materikdən, Çin ərazilərindən bura gətirilib. Çin İmperator Sarayının xəzinəsi bütünlüklə bura gətirilib və indi Çinlilər ölməz əsərlərə baxmaq üçün bu muzeyə gəlirlər. Turne proqramını Türk Hava Yolları təqdim edir. Turne proqramını Türk Hava Yolları təqdim edir. Səyahət etdiyim ölkələrdə metro olursa, çalışıram ki, ora düşüm, çəkilişlər aparım. Çünki həm insanları toplum formada görə bilirsən, müşahidə apara bilirsən, insanlar ictimai yerdə necə davranırlar, mədəniyyət səviyyələri necədir, həm də metronun texnoloji səviyyəsi, ölkə barədə məlumat ala bilərsən. Lakin çəkiliş aparmaq həmişə mümkün olmur. Metro hər yerdə strateji obyektdir, xüsusi mühafizə və nəzarət altındadır. Taypeydə lütfkarlıq edib, yeraltı dünyada çəkiliş aparmağa bizə icazə verdilər. Hətta metronun idarəetmə mərkəzinə də bizi apardılar. Bura xüsusi zonadır. Giriş ciddi qadağandır. Bu mərkəz sanki kosmik raketlərin idarəetmə mərkəzinə bənzəyir. Taypey metrosu 1996-cı ildə açılıb, 18 il fəaliyyət göstərməsinə baxmayaraq artıq 116 metro stansiyası mövcuddur və hər gün 2 milyon taypeyli bu nəqliyyat növündən istifadə edir. Şəhərin mərkəzində, yerin altında metro sanki bir şəhərdir. Uzun-uzadı tunellər, keçidlər, metrodan avtovağzala və ya ticarət mərkəzinə və ya dəmir yol vağzalına yol gedir. Hər tərəfə tunellər var. Maraqlı nədir? Taypey metrosunda gedişdən asılı olaraq qiymət dəyişir. Bir çox dünya ölkələrindəki metrolar kimi vahid tarif yoxdur. Və burada gördüyünüz bu qiymətlərdir. Stansiya, hansı stansiyaya getməyinizdən asılı olaraq qiymət də dəyişəcək. Üstündə konkret yazılır. Məsələn, biz indi bu stansiyadayıq. Əgər 1, 2, 3, 4, 5, 6 stansiya getsək, cəmi 20 Tayvan dolları ödəməliyik. Artıq 7-ci stansiyada 25-dir. Bax, belə uzaqlaşdıqca daha çox pul ödəməli olursun. Bəs tələbələrə, yaşlı insanlara güzəştlər varmı sizin metroda? Bəli, var. Əgər sərnişinin yaşı 65-dən yuxarıdırsa, onda onun üçün 60%lik güzəşt olacaq.
Bəs tələbələr? Tələbələr üçünsə 20%lik güzəştdir. Ümumiyyətlə, bir sıra şəhərlərin metrolarında çəkiliş aparan biri kimi deyə bilərəm. Orada ciddi qadağalar mövcuddur. Elə Taypey də istisna deyil. Burada siqaret çəkmək, yemək yemək ciddi qanun pozuntusudur və qaydanı pozan üçün böyük məbləğdə cərimə ilə nəticələnə bilər. Xoşuma gələn hər stansiyada rahatlıq otaqlarının mövcud olması idi. Tualetlərin qarşısındakı tabloda bu işıqlar kabinələrin dolu olmasını göstərir. Əgər doludursa, burada girişdə gözləmək olar. Daha qapını sındırmağa gərək yoxdur. Bu metroda relslərin üstünə düşmək mümkün deyil. Çünki platforma ilə relsləri bir-birindən ayıran ara kəsmə var. Maraqlı nədir? Hamı müəyyən olmuş bir xəttə dayanır. Yəni bu çətindir görəsən metromuzda da bax belə bir şey, xətt çəkmək ki, insanlar bir istiqamətdə hərəkət eləsinlər vaqonun içinə. İşıqlı, çox rahat, komfortlu kondisionerli metro vaqonları var. Bütün normal metrolarda olduğu kimi Taypey metrosunda da pulsuz Wi-Fi var. Wi-Fi yox, Wi-Fi. Və hətta burada telefonlarını doldura da bilərsən, əgər batareykaları ölübsə. Stansiyalarda çox praktik, işıqlı, mən deyərdim ki, pozitivdirlər. İnsanı xoş əhval-ruhiyyəyə kökləyir. Məsələn, parkın girişindəki bu stansiyaya diqqət yetirin. Parkın yaxınlığındakı metro stansiyadan çıxışda qurbağaya əsl pərəstiş var. 2 dənə birdən-birə qurbağa üçün heykəl ucaldıblar. Birini yuxarıda, birini də yerdə uzanıb. Deyəsən qurbağanı burada çox sevirlər. Demək olmaz ki, Taypey şəhərində çoxlu göydələnlər var. Onların sayı azdır. Amma onlardan biri bütün bəşəriyyətin bu vaxtadək inşa etdiyi tikililər sırasında özünə məxsus yer tutur. Bu Taypey 101 binasıdır. Taypey şəhərinin əksər nöqtələrindən bu hündür bina görünür. O 2004-cü ildə tikiləndə dünyanın ən hündür binası idi. Üstündən 11 il keçib, indi o bu sırada 5-cidir. Lakin buna baxmayaraq, öz gözəlliyi və görünüşün qeyri-adiliyi ilə hündür göydələnlər sırasında xüsusilə seçilir. Taypeyə gəlməzdən əvvəl mən Dubayda dünyanın ən hündür binasına, Burj Khalifaya çıxmışdım. Və ona görə də mənə maraqlı idi ki, bu iki bina arasında nə fərqlər var? Burj Khalifa 2010-cu ildə tikilib, başa çatıb və hündür bina adını da Taypey 101 binasının qarşısından pozduran binadır. Dubayda ərəblərə bu binanı tikməkdə Tayvan şirkətləri də kömək ediblər. Bu binanın altında dayananda adama elə gəlir ki, o sənin üstüvə gələcək. Ümumiyyətlə bu binada bir çox şərqlilərə məxsus olan o adət-ənənələri gözləmə var. Fikir verin, 8 hissədən ibarətdir bu bina. Şərq, xüsusilə də Çin mədəniyyətində 8 çox uğurlu rəqəm adlanır. Onun üçün də burada 8 hissəyə bölünüb. Daha sonra bu binanın gövdəsi sanki bambukun gövdəsinə oxşayır. Çin mədəniyyətində bambuk
çox uzun ömürlü və çox möhkəm bir ağac sayılır. Ona görə də bax o bambuk ağacının gövdəsinə xatırladır. Daha sonra buna kənardan baxanda mütləq bunun cizgilərində Çin məbədlərini görmək olar. Hər bir hissəsi sanki Çin məbədinə oxşayır. Və bu dünyanın ən hündür tikililərindən biridir. 101 də ona görə adı elə adlanır ki, çox sadədir. 101 mərtəbəsi var. Burj Xəlifə Dubay kimi turizm mərkəzində yerləşdiyindən ona maraq da daha çoxdur. Ərəblər də bundan istifadə edib binanın müşahidə məntəqəsinə çıxmağın qiymətini ceyran belinə qaldırıblar. Müşahidə meydançasına bilet, bax belə bir biletdir. 15 dollardır təxminən qiyməti. Deyim ki, mən bir neçə gün bundan əvvəl Dubay əmirliyində Burj Xəlifənin üstünə qalxmışdım. Orada qiymət az qala 100 manata qalxırdı. Burada isə cəmi qiyməti 15 manatdır. Qiyməti kifayət qədər ucuzdur. Bu cəhətdən Çinlilər həqiqətən çox demokratikdirlər. Qiymətlərini də çox aşağı qoyublar. Hərçənd ki, bu bina artıq dünyanın ən hündür binası deyil, amma liftləri dünyanın ən sürətli liftləri olaraq qalır. Təsəvvür edin, saatda 60 ilə gedir. Və 500 metrəyə cəmi 37 saniyəyə qalxır. Bu saniyədə 16,83 metr deməkdir. Hərçənd ki, liftlərdə havanın müəyyən təzyiq ölçüsü saxlanılır ki, qulaqlar tutulmasın. Amma bu az kömək edir. Göydələnin damı 444 metrə yüksəklikdə yerləşib, amma uzun mil daha 60 metr hündürə ucalır və binanı 500,2 metrlik edir. Buradan bütün Taypey ovucunun içindəki kimi görünür. Amma Taypey və Tayvan adası seismik zonada yerləşib. Keçmişdə burada dəhşətli zəlzələlər olub və belə hündür binanı burada necə tikiblər? Ən maraqlı cəhət də elə budur. Tayvanlılar bu binanın tikintisi ilə təbiətə meydan oxuyublar. Bəlkə də çox seismik zonada yerləşən Taypeydə belə hündür binanın tikintisi bir qədər ağılsız hərəkət kimi qiymətləndirilə bilər. Amma bu belə deyil. Bu çox dahiyanə düşünülmüş bir binadır. Təsəvvür edin ki, o binanın ortasında, hündürlükdə bax 660 tonluq belə bir kürə var. Bu kürə binanı çox güclü küləklərdən və böyük zəlzələlərdən qoruyur. Deyirlər ki, zəlzələnin potensial epitsentri bu binadan cəmi 200 metr uzaqlıqdadır. Şiddətli qasırğalar zamanı küləyin sürəti bu şəhərdə saatda 200 kilometrə çatır. Bərk torpaq isə 60 metr dərinlikdə başlayır. Amma bütün bunlara baxmayaraq, Taypey 101 binası artıq 11 ildir ki, Tayvanın ən təhlükəsiz binası sayılır. Bu şarın sayəsində. Buradakı inersiya demferi dünyanın ən böyük belə qurğusudur. Sadə dillə desək, binanın 87-ci və 91-ci mərtəbələri arasında 660 tonluq polad şar var. O kəfkir kimi orada asılıb və zəlzələ və ya bərk külək zamanı bina yırğalanmağa başlayanda bu şar da hərəkətə gəlib yellənməyə başlayır və binanın titrəyişini boğur, azaldır. Bax, binanın əsl unikallığı da budur. Və əlbəttə ki, Taypeydəki əksər bayram tədbirləri bu binanın ətrafında baş verir.
Tayvan kulinariyası Çin mətbəxinin tərkib hissəsi olaraq çox çeşidli və kifayət qədər egzotik mətbəxdir. Yeməklərdə ət, tərəvəzlər və çoxlu dəniz məhsulları istifadə edilir. Amma xəmir xörəklərindən də imtina etmirlər. Dedilər ki, Taypeydə məşhur bir restoran var. Orada Çin pelmenləri verirlər. Xüsusi Sörompo adlı buxarda bişirilən növünü. Biz də bura gəldik. Hərçənd ki, Taypeydə həddən artıq çoxlu fast food yeməkləri, qərb yeməkləri təqdim edən restoranlar var. Amma Çinlilərin özləri öz yeməkxanalarında yeməyə üstünlük verirlər. Tsing Tai Fung restoranı belə restoranlardandır. Gördüyünüz kimi orada nə böyük bir növbə yaranıb. Hamısı gözləyir ki, restorana daxil olsunlar. Bu restoranın 100-dən çox xaricdə deməli filialları açılıb. Singapurda, Çinin özündə, Amerika Birləşmiş Ştatlarında və burada Çinə məxsus Çin pelmenləri verilir. Bu yeməklər ancaq buxarın üstündə bişirilir. Din Tai Fung restoranı Taypeyin vizit kartıdır. Bura gəlməzdən əvvəl artıq növbə tutmaq lazımdır. Özü təkcə turistlər arasında deyil, yerlilər də bura çox gəlir. Restoranın ətraf ölkələrdə Singapur, Qankong, Çinin özündə və hətta Dubay, New-York şəhərlərində də filialları açılıb. Tezbazar hazırlanan restoranlar sırasında olsa da, bu yemək yeri prestijli Michelin Star bələdçisində yer alıb. Pelmenləri buxarda, bambuk ağacından hazırlanmış belə yumru qutularda bişirirlər. Maraqlı nədir? Müştərilərin hamısı bu yeməyin hazırlanma prosesini izləyə bilir. Yüksək keyfiyyəti təmin etmək üçün aşpazlar hər xəmiri tərəziyə qoyurlar. Hər biri 5 qramdan artıq ola bilməz. Потом раскатываю тесто очень Xəmirin nazikliyinə də diqqət yetirirlər. Sonra ətin çəkisi də önəmlidir. O da 16 qram olmalıdır. Az ola bilməz. Deməli, bir yerdə 21 qram olmalıdır. 16 qram мяса. Bəli. Должно она быть вместе 21 грамм. Gəlin Давай yoxlayaq. проверим это потом. Əgər aşpaz bu çəkini təmin edə bilmirsə, onu işdən uzaqlaşdırırlar. Biz bunu qızıl döyülmə adlandırırıq. Забирают, выходит. Power Tamam işdən çıxarırlar bir neçə qrama görə. Bəli. Və mütləq üstündə 18 şırım olmalıdır. Əgər bu Çinlilərin bişirdiyi bu pelmenin bir dənəsinin çəkisi 21 qramdan yüksək və yaxud aşağı olsa, həmin aşpazı həmən işdən azad edirlər. Burada mütləq bu 21 qram olmalıdır. Özü görürsünüz orada xüsusi tərəzi də var, elektron tərəzidir. Orada hər birini bir-bir çəkisini yoxlayırlar. Doğrusu özümün də inanmağım gəlmədi ki, bu cür zərgər dəqiqliyi necə əldə edilir bu aşpazlar tərəfindən. Nə fərqi var ki, biri 2 qram artıq və ya əskik olsun. Dünya dağılmaz ki, amma bu restoranda başqa cür fikirləşirlər. Mənə nə maraqlıdır, baxmaq istəyirəm ki, bu tərəzinin üstündə hər bir qoyduğu pelmenin hər biri 21 qramdır. Gözəyarı təxmin edirlər ki, onun içinə nə qədər ət qoymaq lazımdır, nə qədər də deməli xəmir. Xəmir olmalıdır 5 qram, 16 qramsa onun içliyi olmalıdır. Çin pelmenlərini hazırlayıb qutuya qoyduqdan sonra burada bişirməyə gətirirlər. 5-8 dəqiqə buxarın üstündə qalır. Bəs neçə qutunu bir-birinin üstünə qoymaq olar? 10 ədəd qutunu bir-birinin üstünə yerləşdirmək olar və onlar bişəcək. 3, 10 можно положить. Təsəvvür edin ki, bu pelmenləri bir-birinin üstünə bu qabları qoyub 10 dənə qabda pelmen bişirmək olar buxarda.
Bu restoranda verilən yeməklər həm rus pelmeninə oxşayır, həm də gürcü xingalına bənzəyir. Və içləri də müxtəlif ola bilər. Həm ət, həm donuz əti, həm də dəniz məhsulları, toyuq, müxtəlif içlikləri var. Mən burada toyuq və dəniz məhsulları ilə olan xingallardan sifariş edirəm. Burada qızarmış xingallar da var. Qısası bu restoran ancaq xəmir xörəkləri təqdim edir. Səs-küyü eşidirsiniz, nə qədər insan var burada. Tədqiqatçıların fikrincə, məhz məşhur səyyah Marco Polo Çindən Avropaya 14-cü əsrdə permenlərin hazırlanması qaydasını gətirib. İtaliyalı aşpazlar permenləri o vaxtdan hazırlamağa başlayıblar. Müəyyən yenilikləri tətbiq edərək İtaliya mətbəxinin yeməyi olan raviolini də onlar yaradıblar. Rusiya imperiyasına və qonşu dövlətlərə isə bu yemək Tatar-Monqolların qoşunları vasitəsilə daxil olub. İndi permenlər bütün dünyada o qədər geniş yayılıb, onun müxtəlif xalqların kulinariyasında elə variantları yaranıb ki, həmin yeməklərdə Çin permenlərini tanımaq artıq çətin olur. Bizim Çin xingalları artıq gəlib çatıb. Gətiriblər artıq bizim Çin xingallarını və deyirlər ki, bunun üstündəki bax bu xəttlər ki var, hər biri 18 dənədir hər birinin üstündə. İstəsən saya da bilərsən. Amma mənim buna heç həvəsim yoxdur. Çünki acımışam, gözləyirəm xingallar gəlib çıxsın və yemək yeyim. Gürcü xingalını xatırladır, amma bunun xəmiri daha nazikdir, daha zərifdir. Ona görə də mənim xoşuma gəldi. Texnologiya əsri olmasına, hər cür kitabları internetdə tapıb oxumaq imkanı yaranmasına baxmayaraq, kağız kitablar aktualdılar və yəqin ki, həmişə də bu belə olacaq. Deyirlər ki, kitab oxuma ölkənin inkişafı ilə düz mütənasibdir. Bu fikri tam uğurla Tayvana tətbiq etmək olar. Və maraqlıdır ki, kitab dükanları ölkəyə gələn Çinli turistlər arasında da populyardır. Sizcə Çinli turistlər Tayvan adasına gələndə aldıqları mallar arasında ən çox nə olur? Sən demə, onlar həm də kitab alırlar. Çünki bu ölkədə çap olunan kitabların sayı Çindən daha çoxdur və burada müxtəlif mövzularda müxtəlif müəlliflərin əsərləri yer alıb. Bir maraqlı şey də ondan ibarətdir ki, bu kitab dükanında həddən artıq çox kitab olmaqla yanaşı, buranın işləmə saatları da 24 saatdır, təsəvvür edin. Gün ərzində 24 saat bu kitab dükanı işləyir. Eyni dil, eyni əlifbadan istifadə etdiklərinə görə Çinlilər Tayvan kitablarını sevirlər. Həm də elə mövzular var ki, mühafizəkar Çində o barədə kitablar tapmazsan. Burada isə açıq demokratiyadır. Hər cür mövzuda kitaba rast gələrsən. Buranı kitab dükanı adlandırmağı adamın ürəyi gəlmir. Bura əsl kitab dünyasıdır, kitab molu. Deyirlər ki, bu kitab şəbəkəsinin bəzi mağazalarında, hətta kofe stolu arxasında da kitab oxumaq mümkündür. Amma qəhvəsiz belə bura gələnlərin sayı hesabı yoxdur. Axşam saat 10-dur, amma bu kitab dükanı hələ də işləyir. Çünki bura gecə-gündüz işləyən kitab dükanıdır. Təsəvvür edirsiniz, 24 saat kitab dükanı işləyir və burada insanlarla dolu. Hamı oxuyur, kitab alır, kitabla maraqlanır. Hugo'nun gözəl bir sözü var. Kitabın yaradıcısı onun müəllifidir. Kitabın taleyini yazan isə cəmiyyətdir. Bu baxımdan Tayvanda çap olunan kitablara Tayvan cəmiyyəti xoş tale alın yazısı yazıb. Burada kitablara diqqət və qayğı var. Belə olmasaydı, Tayvan dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş yerlərdən birinə çevrilməzdi.
Tayvan iqtisadiyyatı barədə mən növbəti proqramımızda danışacağam. Bircə şey deyim. Tayvanlılar obrazlı desək 4 Asiya pələngindən biridir. İqtisadiyyatda yüksək inkişaf nümayiş etdirən ölkələr belə adlanır. Dünyanın ən çox ölkəsinə uçan Türk hava yollarının marşrut siyahısına bir şəhər də əlavə olunub. Taypey şəhəri. Məhz Türk hava yollarının köməkliyi ilə biz sizi Tayvan adası ilə tanış edə bilirik. İndi İstanbuldan keçməklə Bakıdan birbaşa Taypeyə uçmaq olar. Turne proqramını Türk Hava Yolları təqdim etdi. Beləliklə, turnenin Tayvan adasına həsr olunan birinci buraxılışı başa çatdı. Növbəti proqramlarımızda biz bu əsrarəngiz adaya səyahətimizi davam etdirəcəyik. Yeni səfərlərədək sağ olun.